Atları min illərdir ki, insanlığın ən yaxın dostlarından biri kimi tanıyırıq. Amma onların o qədər bənzəyən, savannaların zolaqlı gözəli olan qohumları, yəni zebralar necə? Bəs niyə onlar heç vaxt atlar kimi ev heyvanına çevrilmədi? İlk baxışdan bu çox sadə bir sual kimi görünə bilər, elə deyilmi? Amma cavabı təkamülün, davranış elminin və təbiətin sərt qanunlarının dərinliklərində gizlənir. Gəlin, bu maraqlı fərqin arxasındakı səbəbləri birlikdə açaq. Yol xəritəmiz isə belədir. Əvvəlcə onların ortaq köklərinə, amma fərqli taleylərinə baxacağıq. Sonra sağ qalma instinktlərinin və aqressiya faktorunun nə qədər fərqli olduğunu görəcəyik. İnsanın uğursuz cəhdlərindən danışıb, sonda təkamülün bu məsələyə necə son nöqtəni qoyduğunu aydınlaşdıracağıq. Yaxşı, gəlin başlayaq. Hər şey onların yaşadıkları mühitdən başlayır. Düzdür, atlar və zebralar eyni ailəyə mansubdurlar. Amma təkamül onları tamamilə fərqli istiqamətlərə aparıb. Baxın, bütün fərq elə burada yaranır. Atlar nisbətən təhlükəsiz, açıq çöllərdə təkamül ediblər. Bu da onlarda daha sakit, daha itaətkar bir xarakter formalaşdırıb. Ona görə də insanın liderliyini qəbul etmək onlar üçün asan olub. Zebra isə tam tərsinə. O, hər küncündə aslanların, kaftalların gəzdiyi Afrika savannasında böyüyüb. Bu mühit onu sağ qalmaq üçün daim şübhəçi, əsəbi və hər şeydən əvvəl müstəqil olmağa məcbur edib. İndi isə gəlin biraz da dərinə gedək, bu sağ qalma instinktinin nə demək olduğunu anlayaq. Çünki onların sosial həyatı və təhlükəyə verdikləri reaksiya arasındakı fərq evcilleşdirmənin niyə mümkün olmadığını anlamaq üçün əsl açardır. At sürülərini düşünün, orada aydın bir iyerarxiya var, bir lider var və qalanları ona tabedir. İnsan da məhz bu quruluşdan istifadə edib, özünü lider kimi qəbul etdirə bilib. Amma zebralarda vəziyyət tamamilə fərqlidir, onların sürüləri dağınıqdır, sabit bir liderlik yoxdur, onlar kənardan gələn bir lideri, yəni insanı qəbul etməyə genetik olaraq proqramlaşdırılmayıblar. Yaxşı, bəs niyə belə bir fərq var? Çünki zebranın yaşadığı dünya sözün əsli mənasında təhlükə meydanıdır. Min illərdir ki, şirlər, kaftarlar, gepardlar, bütün bu yırtıcılar onların genetik koduna dərin bir qorxu instinkti həkk edib. Və bu daimi təhdid onlarda hiperhəssas dediyimiz bir vəziyyət yaradıb. Bu nə deməkdir? Bu deməkdir ki, zebra hər an, hər saniyə döyüşməyə və ya qaçmağa hazırdır. Onun üçün ən xırda bir yarpaq xışıltısı belə ölüm təhlükəsi siqnalı ola bilər. Belə bir instinktlə evcilleşdirmək, siz də razılaşarsınız ki, demək olar qeyri-mümkündür. Və təbii ki, bu sağ-qalma instinktinin birbaşa nəticəsi də atlarda adətən görmədiyimiz bir aqressiya səviyyəsidir. Bu da göstərir ki, zebra sadəcə qorxaq deyil, eyni zamanda çox təhlükəli bir heyvandır. Bir zebra təhlükə hiss edəndə reaksiyası ani və çox sərtdir. Onun təpiyi o qədər güclüdür ki, hətta bir şirin çənəsini sındıra bilər. Dişləməsi isə dəhşətlidir, çünki dişləyib buraxmır və ən əsası, onun hücumları tamamilə proqnozlaşdırılmazdır. Bu sadəcə bir nəzəriyyə deyil, acı bir reallıqdır. Təsəvvür edin ki, ən təcrübəli zoopark işçiləri və safari bələdçiləri belə zebraları idarə edilməsi ən çətin və təhlükəli heyvanlardan biri sayırlar. Bu fakt onların vəhşi təbiətinin nə qədər dəyişməz olduğunun canalı sübutudur. Əlbəttə, insanlar bu gözəl canlıları əhliləşdirməyə biganə qalmayıblar, çox cəhd ediblər. Amma tarix bizə göstərir ki, bütün bu cəhdlər sonda böyük bir uğursuzluqla nəticələnib. Xüsusilə də 19-cu əsrdə Avropalılar Afrikada zebralardan istifadə etməyə çalışırdılar. Məqsədləri aydın idi. Zebralar yerli, ölümcül xəstəliklərə atlardan daha dözümlü idi. Onları arabalara qoşmaq, yük daşımaq üçün əhliləşdirmək istədilər. Amma bir neçə qısa müddətli, şou xarakterli təcrübədən başqa heç bir ciddi nəticə əldə edə bilmədilər. Bəs əsas maneələr nə idi? Zebraları tutmaq demək olar ki, qeyri-mümkün idi. Onlar stresə qətiyyən dözmürdülər. Hətta fiziki olaraq bel quruluşları da atlar kimi yük daşımağa və ya minilməyə uyğun deyildi. Amma bütün bunların fövqündə dayanan ən əsas səbəb atların min illər boyu keçdiyi süni seçmə prosesindən, yəni ən sakit, ən itaətkar fərdlərin seçilib çoxaldılması prosesindən zebraların məhrum olması idi.
Bütün bu puzzle parçalarını birləşdirəndə qarşımıza təkamülün sərt və dəyişməz qanunu çıxır. Sonda hər şey gəlib tək bir nəticəyə dayanır. Deməli, evcilləşdirilməyən bir heyvanın resepti belədir. Əsəbi və aqressiv temperament, qeyri-sabit sosial quruluş, həddindən artıq həssas sağ qalma instinkti və stresə qarşı sıfır tolerantlıq. Bütün bu xüsusiyyətlər birləşərək zebranın təbiətini formalaşdırıb, onun bütün varlığı sanki ona vəhşi qaldıya pıçıldayır. Sonda demək olar ki, zebranın evcilləşdirilə bilməməsi insanın bir uğursuzluğu deyil, əslində təbiətin və zebranın öz təkamül yolunun bir zəfəridir. At itaət etmək üçün təkamül etdi, zebra isə vəhşi təbiətdə sağ qalmaq üçün. Və deyəsən, təbiətin yazdığı bu proqramı dəyişdirmək insanın gücü xaricindədir. Sizcə də bu təbiətin bizə verdiyi bir dərs deyilmi?